Çox sağ olun Nurayna xanım. Tamaşaçıları da mən salamlayıram və qeyd etmək istəyirəm ki, Azərbaycan və Özbəkistan adlı iki dövlətin bugün müttəfiqlik səviyyəsinə münasibətlərin çatması olduqca önəmlidir, olduqca əhəmiyyətlidir. Ola bilsin, bəlkə də bu ümumi səslənir və hamı düşünür ki, belə də olmalıdır, amma biz yadımıza salaq ki, Türk dövlətləri arasında birlik, Türk dövlətləri arasında inteqrasiya, Türk dövlətləri arasında münasibətlərin bugünkü səviyyəyə çatması heç də asan olmamışdır. 2020-ci ilin 44 günlük müharibəsindən sonra isə bölgə ətrafında yeni reallıq yaranıb və hər kəs başa düşür ki, suverenlik üçün, müstəqillik üçün bu olduqca vacibdir və bu xüsusda Azərbaycanın rolu əlbəttə ki, xüsusidir və əhəmiyyətlidir. Azərbaycan artıq bütün Türk dövlətləri ilə münasibətlərdə yeni səhifəni açmağa müvəffəq olmuşdur və Özbəkistanla Azərbaycanın strateji müttəfiqlikdən artıq daha doğrusu strateji tərəfdaşlıq münasibətlərindən müttəfiqlik münasibətinə gətirib çatmasının o tərəfi yoxdur. Yəni bundan daha sıx əlaqələr ola bilməz. Bu əsl qardaşlıq münasibətləridir. Gələcəkdə Azərbaycanın və Özbəkistanın daha da suveren olması üçün, daha da belə deyək də müstəqilliyinin güclənməsinin davamlılığı üçün və təhlükəsizliyinin qorunması üçün olduqca vacibdir. Mərkəzi Asiya və Cənubi Qafqaz artıq vahid siyasi orqanizm kimi fəaliyyətdədir. Azərbaycanın G6-ya daxil olması, Mərkəzi Asiya dövlət liderləri arasında olan bütün görüşlərə Prezident İlham Əliyevin dəvət edilməsi və iştirakı da onun göstəricisidir ki, artıq yeni doğrudan da tarixi hadisələrə şahidlik etməkdir və bu xüsusda Daşkənd və Bakı bir-biri üçün çox vacib hər bir mənada iki dövlətdir. Zahir bəy, həmçinin rəqəmlərə diqqət yetirsək, 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artıb və 795 milyon dollara çatıb. 2026-cı ildə isə ilk 5 ay ərzində dinamika 33% artımla davam edir və 500 milyon dollarlıq birgə investisiya şirkətinin fəaliyyəti də indi belə deyək, əsas diqqət yetiriləcək mövzular içərisindədir və bunu da nəzərə alsaq, bu iqtisadi model iki ölkə arasında yaxın gələcəkdə hansı yeni sənaye və kənd təsərrüfatı layihələrinə bir qapı açacaq? Birincisi onu qeyd etmək lazımdır ki, siyasi cəhətdən münasibətlərin bu səviyyəyə çatması ona gətirib çağırdır ki, biz təbii ki, istəyirik ki, iqtisadi dividendlər də kifayət qədər ciddi şəkildə əldə edək. Çünki həm Azərbaycanın, həm Özbəkistanın iqtisadiyyatlarının inkişafı gələcəkdə bu dövlətlərin müxtəlif təhdidlər qarşısında daha yaxşı, daha belə deyək, həssas məqamlarla bağlı daha effektiv və nəticəli fəaliyyət göstərilməsi ilə nəticələnəcəkdir. Əgər rəqəmlərə nəzər salsaq, siz o rəqəmləri dediniz, təkrarçılıq olmasın. Qarşıdakı artıq 2030-cu il ərəfəsində mən düşünürəm ki, 1 milyardı da keçəcək. Biz demək, qarşılıqlı şəkildə ticarət dövriyyəsində və bir çox zəmin var hətta. Belə deyək də, kənd təsərrüfatı istiqamətində çox ciddi şəkildə aqrar və sənaye sayəsində çox ciddi şəkildə imkanlar var hər iki tərəf üçün. Bu ənənəvi enerji və yaşıl enerji sayəsində də çox ciddi imkanlar var ki, bu imkanlardan qarşılıqlı şəkildə istifadə ediləcəkdir. Həm də hökumətlərin hədəflərindən biri qarşılıqlı şəkildə investisiyanın da gücləndirilməsidir və son illər Özbəkistan iqtisadiyyatına doğrudan da Azərbaycandan investisiyaların sayı axın kifayət qədər ciddi rəqəmləri göstərir. Şirkətlərin sayı günü-gündən çoxalmaqdadır və nəticə etibarilə həm daxili bazarda, iqtisadiyyat, aqrar sahədə və sairədə, həm də ki, qlobal bir tranzit sektorunda düşünürəm ki, hər iki ölkə xüsusi rolları olacaqdır və artıq Çin, Qırğızıstan, Özbəkistan arasında nəqliyyatla bağlı, ondan sonra isə Özbəkistan, Qazaxıstan, Xəzər dənizi Azərbaycan vasitəsilə də biz yaşıl enerji və digər sahələrdə artıq imkanların nəzərdən keçirildiyini, real praktiki işlər görülməyə başladığına da şahidlik etməkdəyik. Özbəkistan və Azərbaycan arasında bu əməkdaşlıq, bu təbii ki, müttəfiqlik gələcəkdə iqtisadiyyatların təkcə deyil, həm də
dövlət institutları arasında münasibətlərin daha da intensivləşəcəyinə gətirib çıxardacaq. Biz demək olar ki, hələ görürük ki, Azərbaycanın müxtəlif dövlət strukturları nümayəndələri və Özbəkistanın dövlət strukturları nümayəndələri qarşılıqlı şəkildə bir-birlərinə səfər edirlər. Biz vətəndaş cəmiyyətləri arasında Prezident İlham Əliyev də buna toxundu. Qeyri-hökumət təşkilatları arasında qarşılıqlı olaraq səfərləri gördük. Hətta iş olaraq gəlib çatdı ki, Nurani xanım bu il ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QT-lərinə yaradılan imkan əsasında birgə qrant layihələri elan edildi və artıq bir neçə ildir ki, Özbəkistan-Azərbaycan arasında vətəndaş cəmiyyəti və ekspertlər arasında intensiv görüşlər də keçirilməkdədir. Yəni bu onu deməyə əsas verir ki, dövlət bu məsələlərə ciddi yanaşır, sistemli yanaşır və həm rəsmi səviyyədə, həm yumuşaq güc mexanizmlərindən istifadə edərək, həm də qeyri-dövlət nümayəndələr arasında çox strateji cəhətdən əməkdaşlıq belə deyək də böyük imkanları yaradılıbdır. Təbii ki, bizim gördüklərimiz icebergin təkcə bir hissəsidir. Reallıqda ondan ibarətdir ki, Avrasiyanın orta xəttində Azərbaycan çox böyük işlər görməklə məşğuldur və bunun da sayəsində biz Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın ciddi şəkildə Azərbaycanla çox vacib Avrasiya üçün təhlükəsizliklə bağlı və digər məsələlərlə bağlı əməkdaşlıq etdiyinə şahidlik edirik. Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident İlham Əliyev Qırğızstana səfər etmişdi. Bu orada Mərkəzi Asiya dövlətlərinin liderləri də həmin görüşlərdə iştirak edirdilər. Görüşün samitin nəticəsi olaraq bəyannamə də qəbul edilmişdi və səhv etmirəmsə, ilk dəfə idi ki, bəyannamədə təhlükəsizliklə bağlı, yəni həm ərazi bütövlüyü öz yerində həmişə qeyd edilir, milli suverenlik və müstəqillik və eyni zamanda təhlükəsizliklə bağlı vahid bir konseptual baxış ortaya qoyulmuşdur. Baxın, bugün Özbəkistan-Azərbaycan arasında bu konseptual baxış ortadadır ki, vaxtı gələndə mən düşünürəm ki, hərbi texniki əməkdaşlıq və hərbi təhlükəsizliklə də bağlı biz ciddi şəkildə sənədlərin imzalanmasına şahidlik edəcəyik. Hərlik gördüklərimiz isə Avrasiyanın orta xəttində Türk dünyasının güclənməsi, Türk dünyasının daha da ciddi şəkildə beynəlxalq proseslərdə iştirak etməsi baxımından olduqca vacibdir və bu müsahibə də təsadüfi bir müsahibə deyil. Bu, Azərbaycanın Mərkəzi Asiyada artan rolunun nəticəsidir.